Hə dostlar, gəldik çıxdıq Neftçaliyə Sabitin toyuna. Biz 2 gün qabaqdan gəlmişik ki, deyək gülə gələnə güyə balığa gedəcəkdik güya. Elə gəldim görüm ki, bunlar dəmli oynayır. Elə mən oynaya bilməyən adam gəldim otdum, mən bunlar oynadım, mən bunları utdum. Bir də dəmli adı çəkmişdim. Sonra evə gəldik, biraz dincəldik, biraz istirahət elədik. Deyək ta yorğunuq da, nə ta gecədən də dəmli oynayırdıq. Səhər-səhər durduq, çörəyimizi, yeməyimizi, içməyimizi yedik. Sonra yavaş-yavaş sasımızı, yadımızı fenlədik, çıxdıq çölə, gəzdik. Qardaş biz burada ancaq çöl ev ancaq gəzmişik də demək olar ki. Burada da nəsə eləmək istədim, ta alınmadı. Gəldik otduq həyətdə. Şakı sağ olsun bizim operatorumuzda qəşəng bizə qətti çay verdi. Çox zəhmətkeş qardaşdır. Burada da pul verirəm, ancaq vermirəm. Mən sonra tutub Allah bəlindən. Hə, gəldik çıxdıq uşaqlar. Qız evinə, yəqin bu əmini tanıyırsınız. Fəridin atası, Fəridin evi. Hə, qardaş, gəl də balıq yedik, ancaq balıq yedik. Bu şeydə nə qədər balıq yemişik, birazdan hamısını görəsiniz. Bu da heyvan kəsi, hələ bir gün qalmışdı, gecə stolları düzəldirik. Bəh, səhər açıldı qardaş, balıq. Bilsən nə qədər cəbi balıq, bilsən nə balıqdır. Baba, hazır, siveji, gözünün qabağında hazırlanır. Bir teşt balıq qardaş. Sonra ciyar gəldi. İndi bu ziyar da axşam pişəcək. Mən özüm Hindistandanam, lakin biz dana əti yemirik. Bugün isə Sabitin heyvan kəsisində Neftçalada mən dana ətinin dadına baxacağam. Deyilənə görə çox dadlıdır. Hə, ciyar axşamı yavaş-yavaş başlayır. Dostlar, tanışlar gəlir. Şakım, Şahinim oynayır, deyir, gülür. Orxan gəlib, Orxan öpürüb, bağırıza basırıq, deyir, çəkmə, bəzi rahat yeməyəm. Dedim, qardaş, sübut deyil, mən bu çəkməliyəm. Buradan da çıxırıq, gedir uşaqlar, davam eləyəməyə. Bəh, Orxan gözəl nəğmələrini ifa eləyir, qardaş gitaran ifa eləyir, Sabit gitaran ifa eləyir. Sən gedən ondan sadımdır, yanıb, Səhər açılır, gəlir restorana, qardaşı öpürüb, bağrımıza basırıq, o da bizi salamlayır, gördüsünüz, gədə balıq, burada Sabit siyahı yazır ki, kim harda əyləşəcək. Mən də restoranın qəşəngcini çəkirəm. Oradan çıxıb gəlirik bərbərə. Qardaş, ta o yana gedirik, bir yana gedirik. O yana gedirik, bir yana gedirik. Təzədən burada yenə qayıdırıq restorana. Bilmədim, amma gədə niyə qayıtdıq. Burada da qardaşlarımız tikə düzəldirlər. Bu qardaş sağ olsun, mən bir qulluğumda durdu. Mən qaçacaq Bəhruz, bərbər nəsə yaxşı düzəltməyibsə, gəsə deyib damcı düzəliş eləyək. Sağ olsun, var olsun, getdi maşınqa tapdı getdi və məclisimizin ən gözəl yeri. Gedirik hara? Qız evinə. Burada da dostlar yavaş-yavaş qapıya yığışır. Hamı söhbət elə bir-birinə. Nə tər gedək, nə ilə gedək, hara gedək. Yavaş-yavaş minirik maşınlarımıza, gedirik qız evinə. Biz də burada Fəridlə söhbət edirik. Fərid deyir, nəyə marıqsan, videoda kök düşürsən. Demə, o xalatda ləncək düşürəm, mən səri obrazında. Hə, dostlarımız yavaş-yavaş gəlir, məclisimiz qızışır. Talış Tərlanla görüşürəm, öpüşürəm. Burada Tosudur, Tosu da salamlayırıq. Tərlanın ağzı dayanmır. Burada da ümumi dostlarımızı çəkirəm, hamısı bloger dostlarımızdır. Sadəcə olaraq bir çəksən video çox uzun olacaq. Anardır, Anar Orucov gəlib. Altun Mətləboğlu buradadır. Neymətlə Rəsul da gəldi. Rəsul da Rəsalla gəlir onu acını ölürəm, qoyub keçirək yiyin. Fatimədir bizim dostumuz. Fatimə, bu tanıyırsınız. Şakıdır, Şahin, canım qaqam. Bəy gəlinimiz yavaş-yavaş zala daxil olur. Allah sizi xoşbəxt eləsin. Mənim gözəl qardaşım. Xoşbəxt olasınız həmişə. Ondan yadigardı, axırında damla otun axşam oynadım şu. Rəsul dayanmır. Deyir, mən bundan yeməliyəm. Mən 50 min nə vermişəm. 50 min, 10 yemək var da, 10 yemək fikir ver. Dostlarımız Həmid gəlib. Mənim dostlarım Vüqar. Bunlar Şirvanlardılar. Bəhram, Sabirabaddan yaxın dostlarımdır mənim. Hamısının Allah canı sağ eləsin. Bu da bizim dostumuzdur. Vüsal elə bir motor qoşublar. Dayanmır. Bloger yoldaşlardır. Hamısı oynayır, deyir, gülür, əylənir. Mən elə də oynaya bilmirəm. Oynamağı da çox sevmirəm. Hə, Oktay biraz məclisə gec gəlib. Dedim, Oktayla zarafatlaşmasam ürəyim partlayar. Elə bilir ki, mən işçiyəm. Deyirəm, Oktay, balıq yeyirsən, belə də deyirəm, bu da girinc qalıbdır, nə telefonda işi var. Oktay, balıq yeyirsən, bir də qəfil mənim üzrə baxçı, görüm kimdir, nə bu? Dedi, gördüm mənəm, öpüşdü, görüşdü, dedi, sən temasan da, nə? Oktay da bizim qardaşımızdır, gözəl blogerdir, öpürəm, bağırma basıram, Oktay'a da buradan salamlayıram.
Hə, Rəsul burada gizlin nəsə kiməsə çəkir, video atır. Deyəsən qabaqda yenə xeyir iş var. Tək olsun, xeyir işlərə yığışaq. Səni təbrik edirəm mənim gözəl dostum, qardaşım Sabitim. Allah səni xoşbəxt eləsin. Toyun mübarək olsun və biz qaydırıq Bakıya.